Aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün sizə ana arı haqqında məlumat vermək istəyirəm. Kraliçə arı haqqında. Baxın, bu gördüyünüz arı ana arıdır. Buna kraliçə arı da deyirik. Ana arı sağlam ana arıdan söhbət gedir. Gün ərzində 1500-2000 ədəd yumurta qoyur. Və il ərzində təqribən 175.000-200.000 ədəd yumurta qoyur. Allah Taala analıq hissini bu ana arıya elə verib ki, bu övladlarını atmır və öz vəzifə borcunu layiqincə yerinə yetirir. Onun işi nəsil artırmaqdır. Əgər o yumurta atmasa, nəsil artmayacaq. Ortalama ömrü 5 il 7 il arasıdır və ana arı bu yeşiyi idarə edən arıdır. Burada erkək arılar çox da iş görməzlər. Allah Taala arıya o qədər möcüzələr verib ki, saymaqla bitməz. Və arılar əgər yer üzündən tükənsələr, yaşayış da tükənəcək, bitəcək. Çünki onlar tozlanma işini onlar görür, meyvələri arılar tozlandırır. Və gətirdikləri balları da insanlar yeyirlər. Həqiqətən çox fədakar varlıqlardılar. Allah Taala hər birinizə can sağlığı versin. Çalışın, özünüz üçün işləməyin. Qazandıqlarınızdan başqalarına da verin. Çünki arılar gətirdiklərini bizə verir. Niyə özləri yeyə bilmirlər? Çünki onların yaşama dövrü, işçi arıların yaşama dövrü təqribən 35-45 gün arası dəyişir. Onlar onsuz da o baldan istifadə edə bilmirlər. Allah razı olsun.